Salam. Biz davam edək. Deməli, 36-cı testlə davam edək. A məntəqəsindən sürəti 32 olan motosikletçi yola düşdü. Motosikletçi 5 saat getdikdən sonra onun ardınca A məntəqəsindən sürəti 52 olan avtomobil yola düşdü. Avtomobil motosikletçiyə neçə saat sonra çatar? A məntəqəsindən deməli birinci sürəti 32 km saat olan motosikletçi yola düşdü 5 saat sonra. Yəni 5 saata və bura qədər gəlib. 5 saata nə qədər yol gəlib? 5 vur 32. Yəni 32 km saat odur ki, 1 saat 32 km gedir. 5 saat o zaman 160 km bura qədər gəlib. Bax, hal-hazırda motosikletçi buradadır. Sürəti də 32-dir. Düzdürmü? 5 saat sonra bu burada olanda onun ardınca A məntəqəsindən sürəti 52 olan avtomobil. İndi hal-hazırda buradan avtomobil çıxır, sürəti də 52. Eyni istiqamət. Eyni istiqamətdə sürətlər çıxılır uşaqlar. 52 çıx 32, 20. 20 bilirsiniz nədir? Yəni 1 saat onlar arasındakı məsafədən 20 azalacaq. 160 kilometre neçə saata çatar deyir. Yəni 160 kilometre neçə saata gedərlər? 160-ı bölürəm 20-yə. Düzgün cavab olur birinci testimizdə. D variantı. Keçdim ikinci testə. Avtomobil A-B məntəqələri arasındakı məsafəni 480 A-B məntəqələri arasındakı məsafə 480 kilometrdir. A-dan B-yə eyni zamanda sürəti 60 və 90 olan iki avtomobil yola düşdü. İkinci avtomobil birincidən neçə saat əvvəl B-yə çatar? Yenə. Birincinin sürəti 60-dır. Düzdürmü? 480 neçə saata gedər? 1 saat 60 gedirsə 480-i 60 ilə 8 saata gedər. Bunu tapdım. Digərinin sürəti 96 km bölü saatdır. 480-i neçə saata gedər? 5 saata gedər. Biri 8 saata, biri 5 saata. Deyir, ikinci avtomobil birincidən neçə saat əvvəl B-yə çatar? 8 çıx 5. Əlbəttə ki, düzgün cavab 3. Y variantı. Saat 09:00-da A şəhərindən 100 km saat sürətlə avtobus yola düşdü. 2 saat sonra onun ardınca A şəhərindən 50 km saat sürətlə avtomobil yola düşdü. Yəni 09:00-da avtobus yola düşüb, sürəti də 40-dır. 2 saat sonra, yəni 11:00-da avtomobil yola düşüb, avtomobil sürəti 50 km saatdır. Düzdürmü? Deyir 05:00-da onlar arasındakı məsafə. Uşaqlar, siz hesablamalısınız ki, 9:00-dan 15:00-a kimi neçə saat olur? 15:00-dan 9:00-a çıxsaq 6 saat. Düzdür? 6 saata sürət 40-dırsa neçə saat yol gedər? 6 vur 40, 240 km bu gedib. Sonra digəri 15:00-dan 11:00-a kimi ara məsafə neçə saat var? 4 saat. Sürəti neçədir? 50. 4 saata 50 km saatla neçə kilometr yol gedər? 200 km. Bu 240-cı kilometrdədir, bu 200-cü kilometrdədir. Soruşur ki, ara məsafə nə qədər olar? 240-dan da 200 çıxırıq. Düzgün cavab olur 40. Yəni C variantı 3-cü testimizin düzgün cavabı. A məntəqəsindən motosikletçi yola düşdü. Motosikletçi yola düşdükdən 5 saat sonra onun ardınca A məntəqəsindən 96 km saat sürətli avtomobil yola düşdü. 3 saat getdikdən sonra motosikletçiyə çatdı. Okey. A saat yoxdur da, məsəl üçün 09:00-da A-dan motosikletçi yola düşür. Motosikletçi sürətini bilmirəm. X 5 saat sonra, 9:00-dan 5 saat sonra, yəni saatları özümdən verirəm. 14:00-da avtomobil yola düşüb və sürəti də olub 96 km bölü saat. Düzdürmü? 14:00. 3 saat getdikdən sonra motosikletçiyə çatdı. Deməli, biz həmişə nə edirdik? Hal-hazırda 3 saat sonra motosikletçiyə çatdı. Yəni 14:00-da yola çıxdı. 3 saat sonra, yəni 17:00-da bunlar gəldi burada görüşdü. İndi deyir ki, motosikletçinin sürətini tapın. İndi biz düşünək ki, bu 96 ilə 3 saata yol nə qədərdir? 96-nı birinci vuraq 3-ə. Düzdür? Çünki 96 ilə gedir, 3 saata çatır.
Ümumi 96 vur 3, 288 kilometr. Amma digər 288 kilometri neçə saata gedibdi? 5 saat ondan əvvəl. Yəni 8 saat düzdür. 5 üstə gəl 3, 8 saata 288 kilometr yol gedib. Ona görə 288-i bölürəm 8-ə. Digərinin sürəti olur 36. Yəni B variantı 36 kilometr saat. Dördüncü testimizdə. Devam edirik. A məntəqəsindən sürəti 38 olan motosikletçi yola düşdü. Motosikletçi 2 saat getdikdən sonra onun ardınca A məntəqəsindən sürəti 68 olan avtomobil yola düşdü. Avtomobil yola düşdükdən 2 saat sonra onlar arasında məsafə nə qədər olacaq? Yenə A məntəqəsindən sürəti 38 km/saat olan motosikletçi yola düşdü. Məsəl üçün saat 10:00-da yola düşdü. Motosikletçi 2 saat getdikdən sonra, yəni 2 saatdan sonra 12:00-da sürəti 68 km/saat olan avtomobil yola düşdü. Bu motosikletçidir, bu avtomobil. Avtomobil yola düşdükdən 2 saat sonra, avtomobil yola düşdükdən 2 saat sonra, yəni söhbət 14:00-dan gedir. Başa düşdünüz? Deməli, yenə hesablayıram. 10:00-dan 14:00 kimi neçə saatdır? 4 saat. Ona görə 38-i vururam 4-ə. Bu 144-cü kilometrdədir. 12:00-dan 14:00 kimi neçə saatdır? 2 saat. 68-i də vururam 2-yə 136 kilometr. Bu 136-cı kilometrdədir. Onlar arasındakı məsafə o zaman nə qədər olacaq? 100. İnşallah hesabda itirmədim. Deməli 144 çıx. Yəni bir də hesablayım. Deməli sürəti 38-dir. Düzdürmü? 38-i vurduq 4-ə. Deyirəm də nəysə itirmişəm. 38-i vurduq 4-ün cavabını itirmişəm. Üzr hesab edeyim. Artıq neçənci videoda arda çəkirəm. Biraz acı yorğunluq var. Deməli 152, bu da oldu 136. 152 çıxıb 136 da bizə verir A variantı 16 kilometr. 5-ci testimizdə. 6-cı testə baxırıq. A məntəqəsindən saatda 33 km sürətlə motosikletçi yola düşdü. Motosikletçi yola düşdükdən 2 saat sonra onun ardınca A məntəqəsindən avtomobil yola düşdü. 3 saat getdikdən sonra motosikletçiyə çatdı. Avtomobilin sürəti tapıldı. Yenə A məntəqəsindən birinci motosikletçi yola düşdü. Sürət 33 km/saat. Yenə deyirəm, məsəl üçün saatı özümdən yazıram. 10:00. 2 saat sonra həmin A nöqtəsindən, A məntəqəsindən avtomobil yola çıxdı. Sürətini bilmirəm. Amma 2 saat sonra, yəni bilirəm ki, 12:00-da yola çıxdı və 3 saat getdikdən sonra motosikletçiyə çatdı. 3 saat. Yəni 3 saat o deməkdir ki, 15:00-da görüşdülər. Düzdür? 3 saat sonra 12:00-dan 3 saat sonra 15:00-da görüşdülər. Bu da gəldi 15:00-da bunlar artıq burada görüşür. İndi mən hesablayım ki 10:00-dan 15:00 saatı özümdən verirəm uşaqlar, siz başa düşəsiniz deyə. Yəni 3 saat, burada 2 saat əvvəl yola çıxıb, 3 saatda bu. Yəni 5 saata 33 km/saat sürətlə neçə kilometr yol gedib? 33 vur 5, 165 kilometr gedib. Bunun 165 kilometri bu neçə saata gedib? 15:00-dan 12:00. Neçə saata gedib? 3 saat. Düzdür? 165-i bölürəm 3-ə. Cavab olur 55 km/saat. Yəni Y variantı. 6-cı testimizdə. 7-ci testə baxaq. A məntəqəsindən saatda 35 km sürətlə motosikletçi yola düşdü. Yəni A məntəqəsindən motosikletçi 35 km/saat sürətlə motosikletçi yola düşdükdən 3 saat sonra yenə 10:00-da bu yola çıxıbsa 3 saat sonra, yəni 13:00-da onun ardınca avtomobil yola çıxacaq, amma sürətini bilmirəm və yola düşdü və 5 saat getdikdən sonra 5 saat, yəni 18:00-da gəldi. Bu da 18:00-da. Bunlar artıq görüşdü. Yenə düşünürəm ki, 10:00-da yola çıxıb 18:00-da görüşüblərsə, burada neçə saat yolda olub? 8 saat, düzdür? 8 saata 35 ilə neçə kilometr yol gedər? 240, 40, 280 kilometr. Bu isə 13:00-dan 18:00-a 5 saata gedib həmən yolu, düzdür? Ona görə 280-i də bölürəm
5'e. Bu da bize verecek 56 kilometr saat 25-30 düzdür. 7. testimizin düzgün cevabı D variantı. 8. A məntəqəsində motosikletçi yola düşdü. A məntəqəsində motosikletçi yola düşdü. Yola düşdükdən 3 saat sonra, yəni motosikletçi 10:00-da yola düşübsə, 3 saat sonra 13:00-da A məntəqəsindən 80 km saat sürətlə avtomobil yola düşdü. Avtomobil. Bunun sürətini bilirəm. 80 km saat. Motosikletin sürətini bilmirəm. 5 saat getdikdən sonra motosikletçiyə çatdı. Yəni 13:00-dan 5 saat sonra bu olur 18:00. Deməli 18:00-da bu isə artıq 10:00-dan 18:00-a deməli bu 8 saat yolda olur. Düzdürmü? Deməli, bunun sürəti 80 km saatı 5 saata getdiyi yol tapıram. 5 vur 80, 400 kilometri. Bu isə 8 saata gedir. Ona görə 400-ü bölürəm 8-ə, düzgün cavab olur. 8-ci testdə A variantı. 9-cu testə baxırıq. A məntəqəsində motosikletçi yola düşdü. Motosikletçi yola düşdükdən 4 saat sonra onun ardınca A məntəqəsindən 70 km saat sürətlə avtomobil yola düşdü və 5 saat getdikdən sonra motosikletçiyə çatdı. Yəni A məntəqəsindən motosikletçi yola düşdü. 10:00-da yola çıxsın. O birisi 4 saat sonra 14:00-da və sürət 72-dir avtomobildə. Və deyir 5 saat sonra getdikdən sonra motosikletçiyə çatdı. 5 saat sonra neçə olur? 19:00, 5 saat sonra. Düzdür? Sürət 72-dir. 5 saata getdiyi yol nə qədər olur? 360 kilometr. Bunun 5 saata getdiyi yolu bu 10:00-dan 19:00-a 9 saata getdiyinə görə 360-ı bölürəm 9-a cavab olur Y variantı 40. Saat 14:00-da A şəhərindən 45 km saat sürətlə avtobus yola düşdü. Yazıram 14:00 avtobus sürəti də 45 km saat. 3 saat sonra, yəni 17:00-da A şəhərindən 72 km sürətlə avtomobil sürət də 70 km. Saat 20:00-da onlar arasındakı məsafə. Yenə düşünürəm ki, 14:00-dan 20:00-a 6 saat. Düzdür? 6 saata 45 ilə neçə kilometr yol gedər? 270, 240, 30. Aha, 270 kilometr. 17:00-dan 20:00-a 3 saatdır. 3 saata 70 km saatla neçə kilometr yol gedər? 3 vur 70, 210 kilometr. Bu 270, bu 210. Ara məsafə nə qədər olacaq? 270 çıx 210. Bu da bizə verəcək 60 B variantı. 10-cu testimizin düzgün cavabı. İzahlar sizə qarışıq, çətin gəlirsə, uşaqlar təkrar baxın. İnşallah təkrar cəhd edin, videonu dayandırın. Birinci özünüz yazmağa çalışın. Yaza bilməsəz videonu açın, izaha baxın. Amma bütün 10 testin 10-unun da izahına baxdıqdan sonra yaxşı olar ki, videonu keçirdikdən sonra özünüz yenidən təkrar cəhd edəsiniz ki, sərbəst yaza biləcəksinizmi, doğrudan başa düşmüsünüzmü? Uğurlar növbəti testlərdə, izahlarda görüşərik.